Salam şagirdlər, bu videoda KSG 3-ün C və D variantının bütün testlərinin izahına baxacağıq. Videoların davamı üçün kanala abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın. KSG 3-dən sual 1-dən başlayaq. C variantında. Sual 1-də bizə deyir ki, uşaqlar, aşağıdakı tənliklərin hansının kökləri qarşılıqlı əks ədədlərdir? Uşaqlar, qarşılıqlı əks ədədlər dedik ki, cəmi sıfıra bərabər olanlar idi. Ta ki, biri A, biri mənfi A idi. Toplayanda eləyirdi 0, doğrudurmu? Deməli, x1 bərabərdir. Qarşılıqlı ədəd götürək. Tutaq götürək 1-in 2-yi, x2 də bərabər götürək mənfi 2. Düzdür? Cəmi sıfırlayır. Hər hansı bir ədəd götürə bilərik. Mən 2-ni götürdüm. İndi deyir ki, deməli, x1, x2 var. Biz deyirdik ki, çevrilmiş kvadrat təndir. X kvadratı, belə yazaq onda. X kvadrat çıxaq px üstə gəl q bərabər 0. Bu çevrilmiş kvadrat tənliyidir. Deyirdik ki, x1 ilə x2 əks şələ ikinci hədin əmsalına, yəni p-yə, x1 ilə x2-nin hasili isə q-yə bərabərdir. Doğrudurmu? İndi gəlin yazaq x kvadratı. Cəmi nə eləyəcək? 2 ilə mənfi 2-ci cəmi 0 eləyəcək. Eləyəcək üstə gələk. Daha doğrusu çıxaq 0 vuraq x, üstə gələk q. Hasil nə eləyəcək? Q. Yəni 2 vur mənfi 2. Eləyəcək mənfi 4. Bərabərdir 0. Burada nə alırıq? X kvadratı çıxalım. 4 bərabərdir 0. Yəni 4 misal üçün yazılır da. Burada istənilən ədəd ola bilər. Əsas odur ki, məsələn x kvadrat çıxaq a bərabərdir 0 şəklində. Bu şəklində alacağıq. X-dir bu. Bu şəklində görək hansı cavabda var. Baxaq uşaqlar. A variantına baxın. Baxın x kvadrat çıxaq 13 birbaşa nə alınıb? Q ədədi var. Bax, birbaşa Q. X kvadrat çıxaq 13 bərabər 0. Cavabımız olar A variantı. Sonra ikinci suala baxaq. Bir də yazıram. X kvadrat çıxaq 3x üstə gəl 1 bərabər 0. Deyir ki, tənliyin kvadrat kökləri x1 və x2-dir. Düzdür, bunu bilirik. Və deyir, kökləri x1 bölü x2 və x2 bölü x1 olan kvadrat tənlik qurun. Uşaqlar, biz bilirik ki, x kvadratı çıxaq px üstə gəl q bərabər 0. Bu çevrilmiş kvadrat tənlikdir. Doğrudurmu? Bunu bilirik. Biz bunun birini qurmalıyıq. Necə quracağıq? Biz bilirik ki, kökləri cəmi əks şələ ikinci ədəd əmsalı p-yə, kökləri hasildə q-yə bərabərdir. Düzdür? Bunu bilirik. İndi kökün biri budur, biri budur. Gəlin bundan istifadə eləyək. x1 bölü x2 üstə gəl x2 bölü x1 cəmi bu p-yə bərabər olmalıdır. Düzdürmü? Bir də x1 bölü x2 vur x2 bölü x1 hasilsə q eləməlidir. Düzdür? Bunu bilirik. İndi yazıram. Bu hasil vuranda eləyir 1. Deməli q-nü tapdıq 1. Düzdürmü? Burada isə ortaq məxrəc keçsəm x2 vur x1. Alıram x böləndə buna eləyir x1, x1-in kvadratı üstə gəl x2-nin kvadratı alıram. Bu da bərabərdir p. Doğrudurmu? Və hələ ki bunu sadələşdirib p-ni tapacağım. Bu hasil nədir? x1 vur x2. Yəni q-dür də. Baxın. Burada x2-dir bu. Bu hasil q-dür. Yəni 1-dir. Deməli bu məxrəc 1-dirsə, deməli x1 ilə x2-nin cəmi p-yə bərabərdir. Yazıram x1-in kvadratı üstə gəl x2-nin kvadratı p-yə bərabər. Bunu x1 üstə x2-nin mötərizəsinin kvadratı çıxaq 2 dənə x1, x2 şəklində yazsam, nə alaram? P-ni alaram. Düzdür? Və biz x1 ilə x2-nin cəmin nə olduğunu bilirdik? 3 olduğunu bilirdik. Düzdür? Əks şələ ikinci ədəd əmsalıdır. Deyirdi axı x1 və x2 bu tənliyin kökləri deyir. İndi yazıram burada nə eləyir? 3. 3-ün kvadratı çıxaq 2 vur. x1 ilə x2 hasildə 1 idi. Düzdürmü? 1. Bərabərdir p. Buradan p-ni aldım. 9 çıxaq 2 eləcək 7. P-ni tapdıq. Deməli olacaq bu tənlik. Aşağıda qeyd edirəm. Olacaq x kvadrat çıxaq. P-ni tapmışıq 7. 7x üstə gələk. Q də nədir? 1 də tapmışıq. Bərabərdir 0. Cavabımız oldu x kvadrat çıxaq 7x üstə gəl 1. Yəni C variantı. Sonra üçüncü çarşımaya baxaq. K-nın hansı müsbət qiymətində x kvadratı çıxaq kx üstə gəl k üstə gəl 3. Bu k üstə 3 nədir? Sərbəst həddimiz. Bərabər 0. Kvadrat tənliyinin
2 bərabər kökü var. Uşaqlar 2 bərabər kökü olması üçün diskriminantımız 0-a bərabər olmalı. Gəlin bu verilmiş çevrilmiş kvadrat tənliklə diskriminantı tapaq. Diskriminant bərabər b kvadratı, yəni k kvadrat çıxar. 4ac 4 vuraq k üstə gəlir 3 vuraq 1 bərabərdir. 0 almalıyıq ki, köklərimiz bir-birinə bərabər olsun. K kvadrat çıxaq, bunu sadələşdirək. 4k çıxaq 12 bərabər 0. Düzdürmü? Aha. İndi bizə nə deyir? K'nın hansı müsbət qiymətində 2 bərabər kökü var. İndi cəmi 4. Hasil mənfi 12 ilə edilər. K1 bərabərdir 6. K2 bərabərdir mənfi 2. Bunların cəmi 4 eləyir. Hasil isə mənfi 6 edir. Daha doğrusu mənfi 12 edir. İndi bizə deyir K'nın hansı müsbət qiymətində? Müsbət 6 qiymətində. Cavabımız olar B variantı. Dördüncü sualda isə x kvadrat çıxaq 8x üstə gələk 2 bərabərdir 0. Kvadrat tənliyin kökləri x1 və x2'dir. Şolar deməli x1 ilə x2'nin cəmi nədir? 8'dir və hasili isə 2'dir. Verilmiş tənliyə görə. Düzdürmü? Aha, sonra nə deyir? Deyir 3 dənə x1 çıx x2 bərabərdir 12'dir. Düzdürmü? Olarsa künü tapın. Uşaqlar gəlin buradan yazaq, bu cəmi yazaq. Veriləni x1 ilə x2'nin cəmi 8. Gəlin bunu toplayaq. Toplasaq x2'lər islah olunur. Qalır 4 dənə x2 bərabərdir 20. x2'ni alırıq 5. Düzdür? x2'ni 5. İndi bunun yerinə 5 yazsam, x1'in üstünə 5 gəldi 8 dibsə, deməli x1 nədir? 3. Düzdürmü? Deməli x2 də var, x1 də var. Düzdürmü? Bizdən nəyi soruşur? Künü soruşur. x1 bırak x2'ni. Deyəcək 3 vur 5. O da deyəcək 15. Cevabımız C variantı. 5-ci çarşımada isə x kvadratı çıxaq 5x üstə gəl 3 kvadrat tənliyin kökləri x1 və x2'dir. Uşaqlar x1 ilə x2'nin cəmi 5'dir. x1 ilə x2'nin hasili isə 3'dür. Verilən tənliyə görə. Bizə deyir ki 2 dənə x1 üstə gələk 3, 2 dənə x2 üstə gələk 3 ifadəsinin qiymətini hesablayın. Şöyle gəlin bunu niyə vuraq bir-birinə açaq, görək bu bizə nə verir. Deməli alırıq 4 dənə x1, x2 üstə gəl 6 dənə x1 üstə gəl 6 dənə x2 üstə gələk 9. Uşaqlar x1, x2 hasil nədir? 3'dür. Yazıram yəni 4 vur 3 12 üstə gələk 6'nı çıxardıram ötəcək xaricinə bunun ikisindən qalır x1 üstə gəl x2. Düzdürmü? Bir də üstə gəl 9'a dəymirəm. Bərabər. Bu 12 nə olduğu kimi saxlayıram üstə gəl 6 vuraq x1 x2'nin cəmi isə 5'dir. 6 vur 5 eləyir 30 üstünə də 9 gəlir. 51. Cavabımız olur A variantı. 51. Sonra 6-cı çarşımada isə 6-da isə uşaqlar bizə deyir ki, kvadratın eni 4 cm. Kvadratdan eni 4 cm olan zolaq kəsildi. Kəsilmiş zolağın sahəsi qalan sahədən 20 kvadrat santimetr. Zolaq kvadratın dəyərini aha, baxaq. Deməli bir kvadrat verib bizə. Tutaq ki, tərəfi olsun A, A, A və A. Yəni bütün tərəfləri kvadratın bərabərdir. Və deyir, kvadratdan eni 4 cm olan zolaq kəsildi. Gəlin buradan eni 4 cm olan zolaq kəsildi. Bakın bu ştrixlənmiş hissəni sanki kəsdim. Bax buranın eni 4 cm. Deməli bu qalan hissə nə oldu? Oldu A-4. Düzdürmü? Yenə kvadrat alındı. Deyir ki, kəsilmiş zolağın sahəsi 4 enidir, uzunluğu A-dır. Düz bucaqlıdır da. Sahəsi nə olacaq? 2 yazayım mən kəsilmiş. 4 vuraq A, yəni 4A. Qalan sahəmiz nədir? Qalan sahəmizin uzunu A-dır, eni A çıxaq 4. Yəni S-Q yazam. Yəni qalan A vuraq A çıxaq 4. Deyir, kəsilmiş zolağın sahəsi qalan sayıdan 20 kvadrat santimetr az olarsa. Deməli mən kəsilmişin üstünə, yəni 4A-nın üstünə 20 gəlsəm, bərabərləyər qalanın sahə. Deməli A vuraq A çıxaq 4. Qalan sahəyə bərabər olur. Onda 4A plus 20 bərabərdir
A kvadrat çıxaq 4A. Aha, sadələşdirək uşaqlar. Deməli A kvadrat çıxaq 8A çıxaq 20 bərabər 0 alırıq. Burada A1 ilə A2-nin cəmi 8-dir. A1 ilə A2-nin hasili isə -20-dir. Uşaqlar cəmi 8. Hasili -20 nədirlər? -2 ilə A2 bərabər 10-dur. Düzdürmü? Deməli tərəfimiz mənfi ədəd ola bilməz. Deməli o tərəfimiz nə? 10 sm. Bizdən nəyə soruşur? Kvadratın tərəfini tap. 10 sm. Cavabımız olar B variantı. 7-də isə uşaqlar bizə deyir, köklərindən biri, yəni x1 bərabərdir. Kök hətta 3 plus 2 olan tam əmsallı çevrilmiş kvadrat tənlik qurun. Deməli bizə ikinci kök lazımdır. Və x kvadratı çıxaq px üstə gəl q'yə biz demişdik ki tam əmsallı çevrilmiş kvadrat tənlik demişdik. Doğrudurmu? Amma uşaqlar burada biz ikinci kökü necə tapacağıq? Uşaqlar əgər kökümüzün biri irrasional ədədlə verilibsə və tam əmsallı, baxın burada dediyi kimi tam əmsallı çevrilmiş kvadrat tənlik qurun deyirsə, digər onun qoşması olacaq. Amma mənfi yox ha, müsbət qoşması. Baxın, bu kök hətta 3 üstə gəlir 2 müsbətdə, kök hətta 3 kiçikdir bundan. Bunu kök hətta 3 çıxaq 2 yazsaq bu mənfi olacaq. Düzdürmü? Ona görə bunu yazıq 2 çıxaq kökdə 3. Buradakı toplamların yeni dəyişəni cəm dəyişmir də. Bunu 2 üstə gəlir kök hətta 3 kimi də yaza bilərik. Düzdürmü? Onda x1 ilə x2-nin cəmi biz bilirdik p-yə, x1 ilə x2-nin hasili isə q-yə bərabər idi. Düzdür? Gəlin bundan istifadə eləyək. Deməli x1 üstə gəl x2-nin əvəzinə yazıram. Deməli 2 üstə gəl kök hətta 3 üstə gələk 2 çıxaq kök hətta 3 bərabərdir p olmalıdır. 2 üstə gəl kök hətta 3 vuraq 2 çıxaq kök hətta 3 isə q olmalıdır. Sadələşdirək. Kökdə 3-lər islah olunur burada. 2 ilə 2-nin cəmi eləyir p bərabərdir 4. Q bərabərdir. Bir dəfə a plus b, a minus b. Hasil eləyir birincinin kvadratı çıxaq ikinci kvadrat. Yəni 4 çıxaq 3 eləyir 2. Daha doğrusu üzrsən 1. Deməli p-ni tapdıq, q-ni tapdıq. Gətirib bu tənli yerinə qoysaq x kvadratı çıxaq px, yəni 4 dənə x. Üstə gələk q-dəki 1-dir. Bərabər 0. Cavabımız olar. Deməli belə bir cavab harda var? A variantı. 8-ci çarşımada isə x kvadratı minus mx üstə gəl 4 bərabərdir 0 və x kvadrat üstə gəl nx çıxaq 4 bərabərdir 0. Kvadrat tənliklərin köklərindən biri ortaqdır. Tutaq ki x1 ortaqdır deyək. Bunun x1-i digərinin x1-nə bərabərdir deyək. Bunun x1-i bunun x1-nə bərabərdir. Gəlin onun hər ikisinin kökünü tutaq ki x1 bərabərdir a yazıram hər ikisinə. x1 bərabərdir a. Burada da x1 bərabərdir yazıram a. Tutalım ki deyək. Bu tənliklərdə ortaq olmayan köklərin cəmini tapın. Aha. Uşaqlar gəlin baxaq bura. Ortaq olmayanların cəmini soruşur bizdən. Burada hasil nədir? x2 vuraq x1 yəni a bərabər 4-dür. Burada x2 vur a yenə mənfi 4-dür. Düzdürmü? Aha, burada a-nı tapaq. A bərabərdir 4 bölə x2-dir. Burada da a bərabərdir mənfi 4 bölə x2-dir. Düzdür, x2-lər burada fərqlidir. Ha, bir-birinə bərabər deyil. Tutaq ki, bunu x3 yazıram. Misal üçün deyirəm də. Yox, bu x1 olduğu kimi qalır. Aha. Deməli 4 böl x2 bərabərdir. Bu a-da, bu da a-ya bərabərsə, mənfi 4 böl x3-ə bərabərdirsə, onda bu mənfini aşağı versəm, olacaq 4-lər bərabərdir. Onda x2 bərabərdir mənfi x3-dür. Yəni bu digər köklərdir. Hər ikisinin digər kökü. İndi bizə nə deyir? Biri digərinin əksinə bərabərdir. Aha. Yəni 1 tük 2-dirsə, digəri mənfi 2. Belə deyək, belə düşünək. İndi nə deyir? Bu tənliklərin ortaq olmayan köklər bunlardır. Biri müsbətdir, biri mənfidir. Köklərin cəmini tapın. İndi müsbət ədədlə mənfi ədədin cəmi nə eləyər? Eyni ədədlərin. Təbii ki 0 deyər də. Cavabımız olar D variantı. 9-da isə
bərabərdir 0. Kvadrat tənliyinin köklərindən biri 4'tür. Yəni x1 bərabər 4. Və x kvadrat çıxaq 2k üstə gələk 1 dənə x üstə gəl n bərabər 0 tənliyinin isə köklərindən biri 3'tür. Tutaq ki x1 bərabər 3'tür deyək. Bu tənliyin digər köklər bərabər olarsa. Yox. Gəlin buna 3 deyək. x2 bunun da x2'si bir-birinə bərabərdir. Yəni bu x2'lər ikisində də bir-birinə bərabərdir. İndi nə deyir? Bərabər olsa k-nı tapın. Deməli uşaqlar x1 üstə gəl x2 bunu verir. Burada da x1 ilə x2'nin cəmi bunu verir. Yəni onda mən yaza bilərəm ki 4 üstə gəl x2 bərabərdir. K üstə gələk 4. Düzdürmü? Bir dəfə yazaram ki 3 üstə gəl x2 bərabərdir 2k üstə gəl 1. Düzdürmü? Sadələşdirsəm bunu yuxarıdan aşağı çıxsam 4'dən 3 çıxanda deyir 1 bərabərdir ya da aşağıdan yuxarı çıxarsınız. Demək 2k üstə 1'dən yazıram 2k üstə gəl 1 çıxaq k çıxaq 4 bərabər 3 çıxaq 4 mənfi 1. Burada aldıq nə? K çıxaq 3 bərabər mənfi 1 isə k-nı alırıq nə? Mənfi 1 üstə 3 deyir 2. Bizdən də k-nı soruşur, cavabımız olur 2. Yəni C variantı. Sonra 10-cu sualda isə uşaqlar x-in kvadratı çıxaq 9 dənə modul x üstə gəlir 20 tənliyinin ən böyük kökünü tapın. Uşaqlar biz bilirik ki x1 ilə x2'nin cəmi 9, x1 ilə x2'nin hasili isə 20'dir. İndi baxaq uşaqlar cəmi 9 hasili 20 eləyən ədədlər x1 bərabərdir 4, x2 bərabərdir 5'dir. Düzdürmü? Və yaxud cəmi mənfi 9 eləyən də ola bilər. x1 üstə gəl x2 bərabərdir mənfi 9 da bilər. Çünki modul x-i da. Düzdürmü? Və burada da x1 bərabərdir mənfi 4, x2 bərabərdir mənfi 5 alınır. Düzdürmü? Hər iki halı alırıq. Dik kvadratın ən böyük kökünü tapın. Ən böyük kök nədir? 5'dir da. Cavabımız olar 5. Baxırıq 11-ci suala. K-nın neçə tam qiymətində x kvadrat üstə gəl kx üstə gəl 16 bərabər 0 tənlik kökləri tam ədədlərdir. Uşaqlar tam ədədlər olması üçün biz bilirik ki x1 ilə x2'nin cəmi mənfi k-dır. x1 ilə x2'nin hasili isə 16'dır. İndi bizə deyir ki k-nın neçə tam qiymətində bu tənlik kökləri tam ədədlər. Natural demir ha, tam ədədləri deyir. Onda baxaq 16'nın vuruqlarına. Görək 16'nın neçə dənə vuruğu var? 1 var, 2 var, 4 var, 8 var, 16 var. Amma uşaqlar bunun mənfiləri də var axı. Mənfi 1 də ola bilər, mənfi 2 də, mənfi 4 də, mənfi 8 də, mənfi 16 da ola bilər. İndi biz bunların içindən k-nın neçə tam qiymətində bu tənlik köklər tam ədədlər. Bunları yoxlamalıyıq ki, bunun hansı qiymətində tam ədədlər alırıq kökləri. Aha. Deməli İndi baxaq. Deməli tutaq ki, bu uşaqlar x-in qiymətləridir. Ha, bu x-in qiymətləridir. X-in qiyməti. Deməli 2 dənə x-in qiymətindən bir ədəd alınır da, düzdürmü? Əgər tutaq ki, buna x1 yazıram, buna x2 yazıram. Buna 1 versəm x1-ə bu olur 16. 2 versəm olur 8. 4 versəm olur 4. Düzdürmü? Sonra mənfi 1 versəm olur mənfi 16, mənfi 2 versəm mənfi 8, mənfi 4 versəm olur mənfi 4. Düzdürmü? Və bunun ikisindən bir dənə k alınır. K1, K2, K3, K4, K5, K6.
Oldu neçə dənə k-ndı? 6 dənə k-ndı uşaqlar. Bizə də k-nın deyir ha, x-in demir. Deyir k-nın neçə tam qiymətli? Olacaq 6 dənə qiymətində uşaqlar. Və 12-ci sualda isə deməli x kvadratı üstəgəl kx üstəgəl k üstəgəl 3. Bunu mötərizəyə alaq ki, bilək sərbəst tədbir olduğunu bilər. Kvadrat tənliyi üçün uyğunluq müəyyən edin 20 bal. Deməli 1-də k-nın -3 qiymətində, 2-də k-nın 3 qiymətində, 3-də isə k-nın 6 qiymətində deyir ki, bunları yoxla. Aha, k-ya -3 desək 1 yoxlayıram. K-ya -3 desəm x kvadrat çıxaq 3x bərabər 0 alıram. Deməli x vuraq x çıxaq 3 bərabər 0. X bərabər 0, x bərabər 3. Deməli tənliyin 2 fərqli kökü var. 2 müxtəlif həqiqi kökü var. Deməli 1-də cavabımız A oldu. 2 həqiqi kökü yoxdur. Köklərindən biri 0-a bərabərdir. Bir də D oldu. Bir A-nın D köklərinin hər ikisi 0-a bərabərdir. 1 oldu A D. 2-yə baxaq. 3 qoysaq x kvadratı üstə gələk 3x üstə gələk 6 bərabər 0. Deməli diskriminant bərabər b kvadrat 9 çıxar 24. Bu da eləyir boşluq. Yəni əslində boşluq olmur, -15 eləyir və kökləri yoxdur deməkdir. Kökü yoxdursa 2-də nə olacaq? Buradan yazalım da 2-də. Kökü olmayan hardadır? Deməli həqiqi kökü yoxdur. C variantı. Kökünün hər ikisi 0-a bərabər. Aha, bu oldu C. 3-cüyə baxırıq. K-nın 6 qiymətində. Deməli x kvadratı üstə gələk 6x üstə gələk 9 alırıq da, düzdür? Bərabər 0. Bu da x üstə gələk 3-ün mötərizəsinin kvadratı deməkdir. Burada da x-i alırıq neçə? 2 bərabər kökü var da. x1 x2-yə bərabər, o da 3-ə bərabərdir. Deməli 2 bərabər kökü var. Üçüncüdə olacaq 2 müxtəlif kökü var. 2 bərabər kökü var. B də oldu. Sonra cavabımız oldu A, D, C, B. Cavabımız olar bu. Uşaqlar baxırıq D variantına. Birinci sualdan başlayaq. Aşağıdakı tənliklərin hansının kökləri əks ədədlərdir? Qarşılıqlı əks ədədlər. Uşaqlar qarşılıqlı əks ədədlərin cəmi nəyə bərabərdir? 0-a bərabərdir. Düzdürmü? Yəni x1 + x2 0 olan hansıdır? Baxaq. Yəni baxın. Çevrilmiş kvadrat tənliyi necə idi? X kvadrat çıxaq px üstəgəl q bərabər 0. Bu biz bilirik ki, x1 ilə x2-nin cəmi p-yə bərabər idi burada. Doğrudurmu bu verəndə? Və x1 ilə x2-nin hasisi q idi. Hər hansı sərbəst ədəd fərqi yoxdur, hansı olur olsun. Və bu cəm 0, yəni p-miz 0-dsa, acıq x kvadrat üstəgəl q bərabər 0 alacaq. İndi belə bir formada harda var? X kvadrat üstəgəl q harda var? Baxın uşaqlar, C variantına baxın. 15x kvadrat çıxaq 1 və burada q nədir? -1-dir uşaqlar. Cavabımız olar C variantı. Növbəti suala, yəni 2-yə baxaq. Deməli x kvadrat çıxaq 4x üstə gələk 1 bərabər 0 kvadrat tənliyin kökləri x1 və x2-dir. Yəni x1 ilə x2-nin cəmi 4-dür. x1 ilə x2-nin hasisi isə 1-dir. Bunu yerdə saxlayırıq. Bunun üçün belədir. Davam edirik. Deyir kökləri x1 × x2, x1 × x2 və x2 × x1 olan kvadrat tənlik qurun. Uşaqlar gəlin x2 × x1-in p-yə bərabər və x1 × x2 vuraq. x2 × x1 hansısa q-yə bərabər olur. Hansı halda x kvadrat çıxaq px üstəgəl q. Yəni çevrilmiş kvadrat tənlik qurmaq üçün bu halda belə olmalıdır. Düzdürmü? İndi baxaq görək. Bu cəm bizə nəyi verir? Baxaq. Ortaq məxrəc x1 x2 yazsaq, bu nə eləyir? x1 x1-in kvadratı üzrsən. Üstəgəl x2-nin kvadratı alınır, bərabərdir p. Və x1 x2 bunu da vuranda edilir 1. Deməli q-ni də alırıq 1. Deməli q 1-dir, yəni hasil 1-dir. Burada da alırıq ki, sürətə baxın. x1-in kvadratı üstəgəl x2-nin kvadratı böl 1 bərabərdir p. Yəni bərabərdir p-yə. Q-ni də bilirik ki 1-dir. Düzdür? Burada bunun yeni 1 yazdım da uşaqlar. x1 × x2 ilə 1-ə bərabərdir. Burada baxın.
İndi x1 x2-nin cəmin, bunu yazıram cəmin kvadratı kimi. Çıxar 2 dənə x1 x2 bərabər p-dir. Q-yu da bilirik ki 1-dir. İndi uşaqlar baxın, bu nədir? Cəm. Baxın, burada var idi 4. 4-ün kvadratı. Verəcək nə? 16. Çıxaq. 2 vur 1. 2 bərabərdir p. Burada Q-yu da bilirik ki 1-dir. Deməli, p-ni tapırıq nə? 14. Q-yu da tapmışıq 1. Gətirib burada verilmiş tənəyi yerinə qoysaq, yəni biz hansı ki alacağımız tənədə. Alacağıq x kvadratı, çıxaq 14x, üstə gələk 1 bərabər 0. Cəmimiz olacaq belə. Yəni B variantı. Sonra 3-cü çalışmaya baxaq. K-nın hansı müsbət qiymətində x kvadratı çıxaq kx üstə gələk k plus 8 bərabər 0 kvadratının 2 bərabər kökü var. Uşaqlar 2 bərabər kökü olması üçün diskriminantı 0-a bərabər demişdik. Diskriminantı 0-a bərabər götürmək üçün b kvadratı çıxaq 4ac. S'imiz də a'mız da daha doğrusu 1 bərabər 0. Sadələşdirək uşaqlar k kvadratı çıxaq 4k çıxaq 32 bərabər 0. Deməli, K1 üstə gəl K2. Cəmi uşaqlar 4. K1 üstə gəl, daha doğrusu vuraq K2 isə hasilsə mənfi 32-dir. İndi cəmi 4 eləyib hasili mənfi 32 ilə dedilər. Mənfi 8 ilə, daha doğrusu üzrsən, mənfi 4 ilə 8-dir. Cəmi 4 eləyir, hasili mənfi 32 eləyir. Deməli, bizə K-nın hansı halını soruşur? Müsbət halını. Cavabımız olar 8. Yəni C variantı. 4-də isə x kvadratı minus 9x plus q bərabər 0. Kvadrat tənliyin kökləri x1 və x2-dir. x1 və x2-dir. Aha. Bizə deyir 2 dənə x1 çıxaq x2 bərabər 6 olursa q-yu tap. Və x1 ilə x2-nin cəmin biz burada 9-a bərabər olduğunu bilirik. Toplasaq uşaqlar x2-lər islah olunur. 3 dənə x1 bərabərdir 15. x1 bərabərdir 5. Düzdür? Bizə nə soruşur? Q-nü soruşur. Q nədir? x1 ilə x2-nin hasilidir. x1-imiz var. Düzdürmü? x2-miz nə olsa yaxşıdır. Cəmi 9-dur da, düzdürmü? Baxın, cəmi 9. Birini tapışıq 5. Bu bir deməli 4-dür. İndi x1 vur x2 bizə nə verəcək? Q-nü verəcək. Yəni 4 vur 5, o da eləyər Q. Yəni 20. Cavabımız 20. B variantı. Sonra 5-ci çalışmada isə uşaqlar, deməli, x kvadratı çıxaq 4x plus 2 bərabər 0 kvadrat təminin kökləri x1 və x2-dir. Bizə deyir 2 dənə x1 üstə gəl 3. Bura 2 dənə x2 üstə gəl 3 ifadəsinin qiymətini hesablayın. Bunu basab sadələşdirək. 2-ni 2-yə əvəl edir 4 dənə x1, x2 üstə gəl 6 dənə x1, üstə gəl 6 dənə x2, üstə gəl 9. Düzdürmü? Bərabərdir. Uşaqlar 4 dənə x1 vur x2-yə dəymirəm. Bunun ikisindən 6-nı çıxardıram. x1 üstə gəl x2 yazıram və 9-a da dəymirəm. İndi x1, x2 hasili 2-yə bərabər, yəni 4 vur 2 üstə gələk. Düzdürmü? 6 vuraq x1, x2-nin cəmi də 4-dür. 6 vuraq 4 üstə gəl 9 bərabər. Sadələşdirək 8 üstə gəl 24 üstə gəl 9. 41. Düzdürmü? Cavabımız olar A variantı. 6-cı çalışmada isə kvadratdan eni 4 cm zolaq kəsildi. Deməli, bu olsun bizim kvadrat. Buradan eni 4 olan, bayağı da belə idi, enisi idi. Eni 4 olan tərəfi tutaq ki A idi, bütöv. 4 cm zolaq kəsildi. Kəsilmiş zolağın sahəsi qalan sahədən kəsilmiş zolağın sahəsi nə eləyəcək? 4 vuraq A, yəni S bərabər 4A. Düzdürmü? Kəsilmiş zolağın sahəsi 4A'dır.
Deyir, qalan sayədən 84 az olarsa. Deməli, kəsilmiş sahənin üstünə 84 gəlsək, nə deyir? Qalan sahəmiz nədir? Bura A çıxaq 4-də, düzdürmü? A çıxaq 4 vuraq A. Bu qalan sahədir. A vuraq A çıxaq 4-ə bərabər olar. Sadələşdirək. A kvadrat çıxaq 4A çıxaq 4A çıxaq 84 bərabər 0-ı həll edəcəyik. A kvadrat çıxaq 8A çıxaq 84 bərabər 0. Deməli, cəmi A1 üstü A2 8, A1 vur A2 isə mənfi 84. İndi cəmi 8, hasil mənfi 84 yəni ədədlərin biri 14'dür, biri isə mənfi 6. Cəmi eləyəcək 8, hasil 6 gördüm 24. Bəli, mənfi 84 eləyəcək. Deməli, bizə tərəf təbii ki, mənfi ola bilməz. Cəmimiz olar A bərabər 14. Bizə neysə kvadratın tərəfini tapın. Elə 14 cm. Cəmimiz olar C variantı. 7-ci çalışmada isə uşaqlar görək bizə 7-də nə verib. Aha, deyir ki, köklərindən biri x1 bərabər. Uşaqlar, o kökdə 5 üstə gəl 3 verib. Mən onu cəmin toplamdan yeni dəyişirəm ki, cəm dəyişmir də, fərqi yoxdur. Kökdə 3 üstə gəl 5 şəklində yazıram. Olan tam əmsallı çevrilmiş kvadrat tənlik qurum. Uşaqlar dedik ki, bayaqda dedik ki, digər C variantında 7-ci sual dedik ki, irrasional şəkildə verildikdə köklərindən biri, digəri onun qoşmasıdır uşaqlar. Digəri onun qoşmasıdır və tam əmsallı çevrilmiş kvadrat tənlik istəyirsə. Yəni bunun qoşması nədir? 3 çıxaq kökdə 5-dir. Düzdürmü? İndi x1 də var, x2 də var. Kvadrat tənlik qurmalıyıq. Çevrilmiş kvadrat tənlik necə quracaq? Üstə gəl Q. Bu oldu çevrilmiş kvadrat tənliyin düsturı. x1 x2-nin cəmi P-dir. Hasili isə Q-dir. Yazıram. x1 üstə x2 bərabərdir. Bərabərdir. 3 üstə gəl kökdə 5. Üstə gəl 3 çıx kökdə 5. Toplasaq kökdə 5-lər islah olur 6. Hasili isə x1 x2 hasildir. Yəni 3 üstə gəl kökdə 5 ilə 3 çıx kökdə 5-in hasili A plus B, A minus B. Hasili eləyir birinci kvadrat çıxar ikinci kvadrat. Yəni 9 çıx 5 eləyir 4. Düzdürmü? Cəmi nə idi uşaqlar? Dedik P-dir. Hasili nə idi? Q-dir. İndi alıb gətirib burada yerinə qoyaq. X kvadratı çıxaq. P-ni də tapmışıq 6 x üstə gələk Q-ni də tapmışıq 4. Olacaq 4 bərabər 0. Oldu çevrilmiş kvadrat tənimiz. X kvadrat çıxaq 6 x üstə gələk 4. Yəni B variantı. Sonra 8-ci çalışmada isə x kvadratı çıxaq m dənə x üstə gəl 6 bərabər 0 və x kvadratı çıxaq n dənə x, daha doğrusu üstə gələ n dənə x çıxaq 6 bərabər 0. Kvadrat tənliyin köklərindən biri ortaqdır. Hər ikisində eyni ortaq kök var. Tutaq ki, x1'ləri bərabərdir hər ikisində. Düzdürmü? Tutaq ki, hər ikisində x1 A-dır və x2'ləri isə müxtəlifdir. Bilmirik nədir. İndi nə deyir ki, ortaqdır. Bu tənliklərin ortaq olmayan, yəni x2'ləri söhbət edir. Olmayan köklərin cəmini tapın. Yəni bu ortaq olmayan kökdə, bu ortaq olmayan kökün cəmini soruşur. Uşaqlar, o cəmi eləyəcək təbii ki, sıfırlayacaq A variantı, amma yenə izah edim necə. Uşaqlar, biz bilirik ki, x1 ilə x2'nin hasili Q-dür. Düzdür? x1'imiz A-dırsa, x2'mizi bilmirik. Yazıram A vuraq x2 bərabərdir nə? Bunun x3 yazalım, gəlin, çaşmayaq deyə. A vuraq x2 bərabərdir 6'dır. Burada. Burada isə x1 vur x3, yəni A vuraq x3 bərabərdir mənfi 6'dır. Düzdür? Bu A'lar eynidir, düzdürmü? Burada A bərabərdir 6 bölü x2'dir. Burada da A bərabərdir 6 bölü mənfi x3 deyəcək. Mənfini aşağı verək də. A'lar bir-birinə bərabərsə, deməli bu ədədlər də bir-birinə bərabərdir. Yəni o deməkdir ki, 6 bölü x2 bərabərdir 6 bölü mənfi x3'ə. Bu 6'lar da bərabərsə, onda məxrəclər də, yəni x2 bərabərdir mənfi x3'sə, biri digərinin əksidirsə, x2 ilə x3'ün cəmi nə olacaq? Təsəvvürlə biri 2'dir, biri mənfi 2'dir. Cəmi eləyər 0'layar da təbii ki. Cəmimiz oldu 0, yəni A variantı.
Yəni əks ədədlərin cəmi 0-dır uşaqlar. Sonra 9-da isə x kvadratı çıxaq k üstə gələk 4 dənə x bir də üstə gəl m bərabərdir 0. Kvadrat tənliyin köklərindən biri 4-dür. Tutaq ki, x1 bərabərdir 4-dür. Burada isə x kvadrat çıxaq 2k çıx 1 dənə x üstə gəl n bərabərdir 0. Kvadrat tənliyin köklərindən biri 2'dir. x1 bərabər olsun 2. Nə deyir? Bu tənliklərin digər kökləri bərabər olarsa, ta ki bunun da x2'si, bunun da x2'sinə bərabərdir. Ta ki bu da a'dır, bu da a'dırsa. Onda nə edək? Uşaqlar bu x1 x2'nin cəmi bunu vermir. Yəni 4 üstə gələk a bərabərdir k üstə gələk 4'ə. Burada da 2 ilə a'nın cəmi 2k çıxaq 1'ə bərabərdir. Deməli 2 ilə a'nın cəmi 2k çıxaq 1'ə bərabərdir. Ya bundan bunu çıxaq, ya yuxarıdan aşağı çıxaq. Fərq yox. Gəlin aşağıdan yuxarı çıxaq. Alaq 2k çıxaq 1 çıxaq k çıxaq 4 bərabərdir. 2 üstə gələk a çıxaq 4 çıxaq a. Bu a'lar islah olunur. 2k'dan 1k çıxanda qalır k. 5 k çıxaq 5 bərabərdir 2 çıxaq 4 mənfi 2. Düzdürmü? K'nı alırıq burada nə? Mənfi 2 üstə 5 edir 3. K'nı tapdıq 3. Bizdən nəyi soruşurdu tapın? K'nı tapın deyirdi. Bu da C variantı. 10-cu sualda isə uşaqlar modul x kvadrat çıxaq 8 modul x üstə gəl 7 bərabərdir 0. Kvadrat tənliyinin ən böyük cürətini tapın. Uşaqlar x1 üstə gəl x2 cəmi bir dəfə 8-ə, x1 üstə gəl x2 cəmi bir dəfə mənfi 8-ə, bir də x1 vur x2 cəmi hasili 7-yə bərabərdir. İndi cəmi 8 hasili 7 ilə ədədlər x1 bərabərdir 1, x2 bərabərdir 7-dir. Düzdür? Cəmi 8 hasili 7. İndi cəmi mənfi 8 hasili 7 ilənlər x1 bərabərdir mənfi 1, x2 bərabərdir mənfi 7-dir. Cəmi mənfi 8 hasili 7. Və x1 ilə x2'nin hasili 7-dirsə, o da yenə 1 ilə 7 və yaxud 7 ilə 1'dir. Düzdürmü? İndi bizə nə deyir? Bu tənliyin ən böyük kökünü tapır. Ən böyük kökünü isə 7'dir. Da hər bir halda 7'dir. Deməli, ən böyük kökümüz oldu 7. 11-ci sualda isə k'nın neçə tam qiymətində x kvadrat üstə gəl kx üstə gəl 81 bərabər 0 tənliyin kökləri tam ədəddir. Uşaqlar burada yenə deyirəm. Baxın 11-ci sualı bayaq da izah eləyəndə deyirəm. Burada da deyirəm. Çox diqqətli olun. Burada 81 81'in vurğularına baxaq. 1'dir, 3'dür. Sonra nədir? 9'dur. 27'dir və 81'dir. Düzdürmü? Bu 81'in bölənləridir. Yəni belə deyim də x1 1 olarsa, x2 nə olacaq? 81. x1 3 olarsa, x2 olacaq 27. x1 9 olacaqsa, x2 olacaq yenə 9. Düzdürmü? Və davam edəcək. Belə davam edəcək. Bura qədər. Və yenə x1 yenə 81, daha doğrusu 27 seçməyəcək. Çünki 27 var da. Və bizə nə deyir? Baxın uşaqlar, tənliyin kökləri tam ədədlərdir. Deməli x1 bir dəfə də mənfi 1 olanda x2 eləyəcək mənfi 81. x2 mənfi 3 olanda x2 burada olacaq mənfi 27. Bir də x1 mənfi 20, daha doğrusu mənfi 9 olanda x2 də olacaq mənfi 9. Düzdürmü? Bu hallar var. Yəni birinci kök ilə ikinci kök bu halda. Yəni baxın x1 x2'nin hasili 81'də. Bu olanda bunlar ikisi x1 x2 olanda bu tənlikdə doğru ödənilir. Belə olanda da ödənilir. Hər biri olanda ödənilir. Düzdürmü? Və bu iki kökdən bir dənə k var da. Düzdür? Bununla bunun cəmi bizə burada k'nı verəcək. Düzdürmü?
Aha. Deməli buradan bir k alınır. Buradan bir k alınır. Buradan bir k alınır. Üçüncü k. Buradan K4, K5, K6. 6 dənə K alınır uşaqlar. İndi bizə nədir? K-nın neçə tam qiymətində tənlik köklər tam ədədlərdir. 6 dənə qiymətində. Cəmimiz olar 6. Və 12-yə baxaq. Üstə gələk K vur X. Üstə gələk bunu belə yazıram. K plus 8 bölü 0 kvadrat tənlik üçün. Birinci halda K'nın mənfi 8 qiymətində, ikinci halda K'nın mənfi 4, üçüncü halda K'nın 4 qiymətində köklərini tapın. Aha, gəlin birinci hal yoxlayaq uşaqlar. X kvadratı çıxaq 8x üstə gələk sıfırlayır bərabər 0. Yəni x vurar, x çıxaq 8 bərabər 0, x bərabər 0, x bərabərdir 8. Deməli, 2 fərqli kökü var. Bizdə nə oldu? Cavabımız 2 müxtəlif həqiqi kökü var. Oldu A. Sonra köklərindən biri 0-a bərabərdir. Çünki biri 0-da, düzdürmü? Cavabımız oldu A və D. 2-yə baxaq. Yazıram burada ikincini. 2-də gətir, mənfi 4-ü yerinə qoyuram. X kvadratı çıxaq 4x üstə gələk 4 bərabər 0. Bu uşaqlar x çıxaq 2-nin mütəssisinin kvadratıdır. Deməli burada x1 x2'ye bərabər, o da 2'dir. 2 bərabər kökü var. 2 bərabər kökü var, oldu B. Düzdürmü? Deməli kökləri əksərlərdir, həqiqi kökü yoxdur. Aha, bu oldu B. Üçüncüyə baxaq. 4'ü gətirib yerine qoysaq, olacaq x kvadratı. Üstə gəl 4x, üstə gəl 4. Yox, üstə gəl 4 deməyəcək, 12 eləyəcək. Düzdürmü? 4'ü qoyuruq da yerinə. Üstə gəl 12 bərabər 0. Burada da diskriminant nə olur? 16 çıxaq 48. Bu da yəni kökü yoxdur deməkdir. Kökü olmadığı da nədir? 2 bərabər kökü. Həqiqi kökü yoxdur. C variantı. Cavabımız oldu nə uşaqlar? A, D, B və C. Bu qədər uşaqlar. Deməli nəyi yazdıq biz? KSG üçün C və D variantının bütün testlərin izahına baxdıq. Bu qədər. Kanala abunə olmağı, bəyənməyi və yazmağı unutmayın. Sağ olun.